X-cinin açıqlamasına baxanda xəyalımdır ki, gələcək. Orada şəkillərə baxdım, gördüm ki, orada seminarlar verirlər, tango dərsləri gedir, nə bilim, conversation clublar var, nə maraqlı məkandır. Qoy gedim baxım, gördüm yeri də çox rahatdır bu dəfə. Gəldim, baxdım və sən demə, məkan sahibi özü mühəndisdir. Həm də iki kitabı var, orada görürsünüz, qırmızı və qara, xəyalımdır ki, gələcək, qırmızı və qara. Nəysə, tanış oldum, çox xoş oldu mənim üçün. Çünki onlar yaradıcı insanlara, gənclərə, biz məkanlarını qarşılıqlı olmadan, heç bir təmənna gözləmədən məkanlarını verirlər. Çox minnətdaram. Bir daha təşəkkür edirəm Pərvizə və Pərviz sizin burada olmanıza ayrıca sevindim. O bir ay əslində başqa xarici ölkədə yaşayır. Arada gəlir, belə motivasiyasından bəhrələnir insanlar, gənclər. Və kitabını oxuyanda məncə çoxumuz öz həyatımızı görürük. Ki o necə ingilis dilini öyrənib, necə, hansı şəraitdə güllər açdı. Hansı şəraitdə necə o inkişaf edib, özünü inkişaf edib.